Gəlirəm İrana. Yəni İran bu məngənədən qərblə və Amerika Birləşmiş Ştatları ilə Oman Sultanı o gün bizim dövlətimizin rəhbərində təbrik eləmişdi. Rəhbəri ilə, vasitəsilə danışıqlar aparır. Və İran da buna aparacaq. İran da buna məcburdur. Amma gözəl tutdunuz. Nə sizin, nə mənim nüvə obyektlərinə gedib baxmamışıq. Əlimizdə sübut yox, sənət yox. Amma düz buyursunuz. Mən də İran nüvə silahı düzəldib. Bu düzəldib ki, rahat oturub danışmaq. İndi onu harda Suriyada gizlədirdi o heç. Olay vurulub, gedib. Amma mən İrana, İsrailin, Amerika Birləşmiş Ştatlarının birlikdə əməliyyat aparacağına, nə bilim, nə olacağına mən inanmıram. Amma İsrail dövləti zaman-zaman İranı vurur. Məncə vuracaq, çünki burada bir məqam var ki, ora Netanyahu'ya bağlı deyil. Kimsə gəlsə də. Geniş hərbi əməliyyatlar aparılacağına mən dair qəbul etmirəm, amma vurur və Netanyahu öz hakimiyyətini saxlaması üçün də hər addımı atacaq. Amma və lakin istəyir Netanyahu, istəyir Netanyahu'dan sonra hakimiyyətə gələnlər üçün İranın nüvə silahı əldə etməyi, bəli, birbaşa onun milli təhlükəsizliyinə təhdiddir. Necə ki, Allah eləməsin, sabahlarım Ermənistan nüvə silahı əldə eləyər. Bu da Azərbaycana bir nömrəli təhdiddir. İran onun qardaşıdır da. Bəli, yox. Yəni qardaşlıqdan da əlavə bu gün bu var. Ona görə də İsrailin Amerikasız İrana hücuma keçəcəyinə mən inanmıram, amma bunlar paralel müəyyən əməliyyatlar aparırlar. Deyilənə görə dini rəhbərin vəziyyəti yaxşı deyil, sağlıq vəziyyəti. Bu da basın günündədir. Günü-gündən pisləşir o xərsən kişiyə. Ona görə də İranda da daxili, bax, diqqət edirsiz, stabillik yaranıb. Biz həmişə siz də bunu qəbul. Türk kimliyi oturdu orada, prezident, müəyyən nazirlər, xalq, dəstək, İran dövlətçiliyi fikir versiniz qorudu. Həmişə də İranın dövlətçiliyini biz türklər qorumuş. Bizim dövlətimiz olubdu. Bəli. 1000 ildir bizim dövlətimiz. İndi də, baxmayaraq indiki prezidentin... Bu pəhləvini oratmalıdır. Bəli, Pezeşkiyanın mühasirə alınıb, müəyyən bir tərəfdə işləməyə qoyulmasına baxmayaraq, İranın fikir verirsiniz, daxilində sabitlik var. Amma vay o gündən ki, dini rəhbər ölsə, İranda aləm dəyəcək bir-birinə. Hə, bax onda... Bir adamın ölməyinə disyan orada. Yəni İran ya demokratik bir dövrə gedəcək, ya da bir xaosa, ya da bir nəysə bir... Çünki İranın bu gün qərblə, ümumiyyətlə İranın demokratik, açıq, islahat aparıb, İranı bir işıqlı dünyaya aparmaqdan başqa çarəsi, yolu da yoxdur. Bizim canımız Təbrizdir, biz öz haqlarımızı, hüquqlarımızı... O heç. Təbrizim müstəqil Güney Azərbaycan dövlətinin ola bilər, olmaya bilər, bilmirəm. Amma Azərbaycan dövləti sizdi, bizdi, buna hər zaman dəstək olmalı. İndi düzdür, İranla müəyyən istiləşməyimiz var. Var, çünki Pezeşkiyan bizim soydaşımızdır, Türk oğludur, özün Türk olduğuna. Amma, siz doktoru bilirəm, çox sevirsiniz. Bəli. Amma biz hər zaman buna hazır olmalıyıq. Soydaşlarımızın haqqını, hüququnu müdafiə etməliyik. Gücümüz çatandan nə şiş yanır, nə kabab belə bir sözü var. Güney Azərbaycan milli davasına da dəstək verməliyik. Bunun yolu dövlət yox. Başqa vasitələrlə, qeyri-hökumət təşkilatları ilə. Buradan elə biz dəstək verəcəyik. Bəli. Amma unutmayaq ki, bizim güneyli soydaşlarımız İranın bölünməsini istəmirlər, amma hakimiyyətli olmalarını da orada istəyirlər. Bu da təbiidir. Çünki ömür boyu o dövlətin hakimiyyəti bizik, Səlcuqlardan ta Qacarlara qədər bizik orada, biz də olacağıq. Üstəlik də o dövlətin içində, indi mən haqları deyəndə ki, bizim öz dilimizdə məktəbimiz olmalıdır, mütləq olmalıdır. Öz dilimizdə universitetlər açılmalıdır. Qəzetlər, jurnallar olmalıdır. Qəzetlər, jurnallar, televizyonlar, yəni bunlar hamısı orada olmalıdır və biz buna nail olacağıq. Siz qabağımıza fars milliyyətçiliyi deyansın. Siz Amerikanın... İran deyir ki, sən mənim yerli xalqımsan, amma erməni bir yerli xalqım deyil. Ona görə biz onun dilində qəzet var, məktəb var. Məntiqə baxsı fikir verir.
erməni sənin harda yer demək gəlim o. Erməni də sənin kimi, Azərbaycanlılar kimi qədim dövrdən yaşayırlar orada müəyyən. Erməni deyir ki, Fars da sən də gəlməsiniz bura. Mənəm buranın yerli xalqıyam. Erməni soruş gör Ermənidən özü nə deyir? Gürcü dilində qəzet var orada. Gürcü müsəlmanlar. Gürcü də azdır orada özü. 3-də 2. O Şahbaz aparıb ora özü müsəlmanlar, İslam qəbul ediblər. Bəli.